Viyana'dan herkese selamlar. Vloguma hoş geldiniz. Viyana'nın mərkəzi küçəsindəyəm. Burada da çox böyük bir linti var. İndi bir yerdə ora baxacağıq. Hal-hazırda Viyana'nın məşhur kilsəsi olan Stefan kilsəsinin yanındayıq. Bayaq göstərdiyim Stefan kilsəsi bura mərkəzin ən məşhur təbii ki də görməli yerlərindən biridir. Qorxurdum ki açıq olmasın, amma deyəsən açıqdır, ona görə içində göstərə biləcəm. One hour later. 2 hours later. Arzuların deyəsən tez qəbul olacaq, bayağı yandı. Əslində buranın özünə məşhur restoranları var, hansı ki şnitzel verirlər. Avstriya ümumiyyətlə öz mətbəxi ilə zəngindir. Məşhurdur. Biz sadəcə sabah şnitzel yeyəcəyimiz üçün dedik bugün sadəcə elə belə sushi falan düzü tapmadıq girəcək yer. O qədər baxandan sonra yolda gördük, dedik burada sushi yeyək. Viyana'da küçələrdə çoxlu siçanlar var. Yəni bayaq 6-7 dənə siçan gördüm. Bir-birləri ilə oynayırdılar deyəsən. Ona görə pişiklər olmamağı bu cəhətdən pisdir. Yəni normalda pişiklər olanda siçan az olur. Bu gördüyünüz elə internetdə baxıb ən məşhur olan apfelstrudeldir. Deyəsən düz tələffüz elədimsə, bu da buna nə idi? Sachertorte. Belə bir şey olmalıydı. Yəni ümid edirəm çox dadlıdır, çünki çox təriflənir. Viyana'dan növbəti gündən salamlar. Biz hal-hazırda səhər yeməyinə gedəcəyik. Buranın çox məşhur bir restoran var, Kafe Sentraldır. Çox təriflənir və biz orada səhər yemək istəyirik. Düşünürəm ki, yaxşı olar, amma rezerv edəməmişəm. Yəqin ki, ona görə qabağında sıra olacaq. Dünən Kafe Landman da sizə çox tərifləyirdilər. İnteryerin gördük, çox klass qəşəngdir, amma biz şirniyyatları heç bəyənmədik. Çox quruydular. Bunların ən məşhur 2 şirniyyatını bəyənmədim burada. Netidə görə Kafe Sentral necədir? O da amma turist hərəsidir. Prosta adı var, yoxsa həqiqətən qəşəngdir. Burada almaq üçün Kafe Sentralda şirniyyatlar satılır. Bizim dünən Landmanda yediyimiz Sachertorte burada daha qəşəng görünür, taze. Və bu da hədiyyəli şokoladlardır. Kafe Sentraldayıq. Kafe Sentralın interyerini ümumiyyətlə çox bəyəndim. Yenə Viyana'da hər yer, həqiqətən hər binadan tarix iyi gəlir. Məncə yemək də çox iş olacaq. Biz burada belə bir şey sifariş elədik. Ümumiyyətlə Viyana'da qiymətlər Almaniya baxanda məncə bahadır. Demək yeməklərimiz gəldi. Bu deyəsən 16 avrodur. Solmun balığı, yumurta falan. Bu da 12-13 olmalıdır. Çaylar da ümumi bir dənə çaynik 7 avro olmalıdır. Səbinə burada şey alıb, mikrofon. Düzdür, hələ sertifikası yoxdur, prosta. İndi bizə Kafe Sentralda mahnı oxuyacaq. Konsert verəcəm. Söyle, buldun mu? Aradın aşkı söyle. Yoksa yalnızsın sen. Yine benim gibi boynu bükük, gözü yaşlı tek başına. Bravo, bravo, bravo. Biz Kafe Sentraldan çıxdıq. Hara gedirik? Schloss Schönburg. Nəysə sonra bunu baxıb deyərəm. Burada tramvaylar üçün bir dəfəlik gediş var və 24 saatlıq bütün Viyana nəqliyyatlarından istifadə etmək istəyirsinizsə də 40 ödəməlisiniz. Biz aldıq burada, amma bəzən yoxlayırlar, bəzən heç yoxlamırlar. Yıxılır. Hayat yedi Schloss Schönburg'dan. İster kimi gəlin. Burada bilet almalıyım. Ay çok heyecanlıyız. Ha.
Biz dedik ki tələbə endirimi olacaq. Dedilər, hə, heç tələbə biletimizi istəmədik ki də Səlman idi, sağ olsun. Ramazan bayramımıza təbrik elədi. Neysə elə 7 avro endirim oldu. Demək, məlumat verim ki, burada bütün bu sarayı gəzmək üçün 31.50 oldu tələbə endirimi ilə, amma normalda nə qədər idi? 38 avro. Yəni belə. Demək, Schloss Schönbrunn 16-cı 17-ci ildə tikilmiş bir tikili olub, bina olub. Nə dedim? 16-cı 17-ci əsrdə, daha doğrusu 14-cü əsrdə də burada başqa bir tikili olub nəsə və bura siyasi qərarların verildiyi bir məkan olub. Həm tarixi, həm də mədəniyyət cəhətdən çox önəmli bir yerdir. Hətta Mozart da burada 6 yaşında konsert verilmiş. Yəni bura bunlar üçün çox önəmli olub. Bura bunlar üçün çox önəmli olub nəliyə? Burada sarayın 1672-dən sonra dəyişimləri var. Burada yaxşıdır ki, buranı gəzdikcə qulaq asa bilirik və türkcədir. Yəni ona görə tam başa düşmək olur. Burada gözləmə otağı olub və burada bilyard oynayırlarmış. Bu gördüyünüz otaq Mariya Tereziyanın qonaqlarını qəbul elədiyi otaq olub və Mozart 6 yaşında burada çox kiçik bir konsert verib. Saray balolarının, şənliklərinin, önəmli dəvətlərin keçirildiyi yerdir. Frans Yosef öz qonaqlarını burada ağırlayırmış və hardasa bir neçə dəqiqəlik görüşlərini eləyirmiş burada. Bunlar da deyəsən cəvizdən hazırlanıb, cəviz ağacından. Yəni həqiqətən çox gözəl, çox möhtəşəmdir. Hətta biz indi burada onun öz səsini də dinlədik. Dedi ki, kimsə bir ricada bulunmaq üçün falan. Necə yəni? Deyir, kimsə gəlir yanına ricada bulunmaq üçün, nəyəsə görə təşəkkür eləmək üçün burada qısa görüşlər. Burada qısa görüşlərim orada edilmiş. Burada belə saatlar satırlar, yəni həqiqətən çox qəşəng görünürlər. Bu nədirsə 70 avrodur. Çox möhtəşəm görünür. Biz Schlossdan çıxdıq. Həqiqətən yorulduq, orada çox vaxt getdi. İndi də burada nəsə tarixi binalar gördüksə giririk, amma bilmirik nədir. Gedirik şirniyyat yeməyə. Biz dünəndən bəri burada yeməyə qəşəng suflə axtarırıq. ChatGPT-nin verdiyi infolara görə, bu arada o bina da buydu. Bir yerdə qəşəng suflə verirlər. Gedək görək necə olur. Növbəti dayanacağımız buradır. Kafe Schwarzenberg. Biz gəldik burada oturduq, amma suflə yox idi. Ona görə sadəcə elə belə atışdırmalıq yemək yedik. Restoran burada ümumiyyətlə bütün restoranlar çox belə klass görünürlər. Çox tarixi görünürlər. Sanki 1900-cü illərdəsiz. Yəni o baxımdan qəşəngdir, amma həm də biraz nə bilim, yəni bütün afisantlar kostyumdadır falan. Bir müddət sonra şey gəlir biraz, yəni kasıntı kimi. İkidə yəni nə gərək var. Elə bayaqdan gördüyüm yolda bütün şopların hamısı bu tərz idi. Yəqin ki, mən mərkəzdə olduğum üçün belədir. Qıraqda daha belə gəncə stilində yerlər var, amma indiyə qədər elə girdiyimiz hər yer belə çox şık yerlərdir də. Nəinki daha belə rahat. Bu arxamda gördüyünüz də Karl Kirkedir. Karl məscidi deyirəm, estağfurullah. Bu gördüyünüz Karl məscididir. Viyanada hər yerdə o qədər estetik kafelər var ki, yəni həqiqətən hamısına girib yoxlamaq istəyirəm. Sadəcə bir dəqiqəlik bura gedirik, nəsə çox qəşəng görünür. Mən çəkirsən? Hə. Ay, çox qəşəngdir. Sən videoya çəkirəm. Sevgili hanım, nə alıyorsunuz? Finans vaxtı. Nə şirin yerdir bura. Biz hal-hazırda Bu məşhur təriflənən Şnitzel yeri üçün gəlmişik. Buranın adı nə idi, Səbnə? Heç buranın adı yadımdan çıxdı. Figel Müllers. Və burada çox qəşəng, çox böyük və dadlı Şnitzel var imiş. Onu yeyəcəyik. Nəsə heyecanlıyıq, görək necədir. Deyəcəm indi, gəlmək deyər ya yox. Şık məkanda, buraları da bəyəndik. İndi görə bu
məşhur şinitsel tərifləndiyi qədər qəşəngdir. Nəhayət yeməklərimiz gəldi. Bu Viyananın məşhur şnitselidir. Dana ətindən olan şnitseli və yanında da belə məşhur kartof salatıdır. Sən də bəyəndin? Sən. Yəni dana ətinin şnitseli deyəndə biraz yoğurdu elədi. Amma dadı çox gözəldir. Yəni toyuq şnitselinin dadını verir, hətta daha gözəldir. Eynən. O da kartoşka salatı da çox dadlıydı. Amma bir şey var ki, yəni çox çalışsaq evdə daha yaxşısını eləyə bilərik deyə düşünürəm. Hər zaman. Hər zaman. Viyanadakı son səhərdən hamıya salamlar. Bugün səhər ürəyim kafe ilə kruasan falan istədi. Dedim Cafe Sperl adlı yenə məşhur bir kafe var, ora gedim. Bu kafedə Before Sunrise adlı film çəkilib. Düzü mən bu filmə baxmamışam, amma yəni baxanlar elə mənə dedi ki, Gülşən mütləq Cafe Sperl'a get. Dedim elə bu səhər kofeni, kruasan falan Cafe Sperl'da yeyə bilərəm. İndi baxacağam görüm orada necə bir yerdə fikirlərimi bölüşəcəm. Nəqliyyat sistemi çox yaxşıdır. Tramvay, metro ilə rahat istədiyiniz yerə qısa zamanda gələ bilərsiniz. Cafe Sperl'a gəldim. Buranın interyerini çox bəyəndim. Yenə digər Almaniya kafeleri kimi burada çox klassik üslubdadır. Yenə insan özünün həqiqətən 90-cı illərdə və yaxud da filmlərdə hiss edir. Yəni ona görə buranı da çox bəyəndim. Burada ancaq sadə kruasan var idi. Mən də sadə kruasan istəmirdim deyə sadəcə şirniyyatla çay aldım. Nəsə yenə bunların məşhur şirniyyatlarındandır. Bu da çay bildiğimiz ödükrü. Mən həqiqətən Viyananı çox bəyəndim. Yəni şiddətlə tövsiyə edirəm ki, 2 günlük olmasa da 3-4 günlük gələ bilərsiniz. Amma ən az 2 gecə qalın məncə. Və hədiyyəlik belə mağaza var. Burada istədiyiniz tür şokoladlar ala bilərsiniz Viyanaya məxsus. Burada da pal var, amma bu paltar mağazasıdır. Belə bir mağaza var. Yəni pendirlər satılır və həmişə belə mağazalarda yoxlamaq üçün də pendirlər qoyurlar. Mən də baxdım, amma bəyənmədim. Səni sizə səhər gözü ilə də göstərim. Qəlbə dizaynı H&M gördüm. Mənə çox maraqlı gəldi. O arkada gördüyünüz yekə bina Rathaus'dur. Yəni bunların Viyananın bələdiyyə binasıdır. Yəni görürsünüz nə qədər hündür, qəşəng görünür. Bir dənə park var. Parkda itlər üçün, itlərin oynaması üçün zona qoyublar və girirlər bir-birləri ilə oynayırlar. Çox həqiqətən bəyəndim. O da Golden Retriever'dir. Bilmək istəsəz, bura Volksgarten adlı bir parkdır. Sadəcə bura məncə biraz yayda daha qəşəng olar. Çünki rozalar olur hər yerdə, güllər falan qəşəng görünür. İndi çiçəklər falan yoxdur. Ona görə yəni məncə yayda çox qəşəng görünür. Onun belə bağlıdır, ancaq qatar gələndə açılır. Yəni bu çox qəşəng bir şeydir. İndi ilk dəfə Viyanadakı metroda gördüm. Yəni şəhərin hər yerindən həqiqətən tarix, incəsənət axır. Yəni mütləq də. Yəni